Azərbaycan Dəmir Yolları sərnişin tələbatının artması və xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə Bakı-Tbilisi-Bakı beynəlxalq marşrutu üzrə yeni imkanlar yaradır. İyulun 10-dan etibarən bu istiqamətdə hərəkət edən qatarlara əlavə 3 ədəd yataq tipli standart plus sinif vaqon qoşulacaq. Bununla da hər reys üzrə 104 əlavə sərnişin yeri yaradılacaq və ümumi tutum 178 nəfərdən 282 nəfərə çatdırılacaq. Yeni vaqonlara biletlər artıq satışa çıxarılıb. Standart plus sinif üzrə gediş haqqı Stadler vaqonları ilə müqayisədə daha münasib olacaq. Bakı-Tbilisi istiqamətində minimum gediş haqqı məsafədən asılı olaraq 65 manatdan başlayır. Bölgələrdən Tbilisiyə səfər edən sərnişinlər üçün də daha əlverişli qiymətlər təklif olunur. Əlavə edilən vaqonlarda ödənişsiz baqaj norması 36 kiloqram müəyyən edilib. Sərnişinlərin rahatlığı üçün bu vaqonlarda səyyar catering xidməti də təşkil olunacaq. Qeyd edək ki, mayın 25-dən iyulun 6-sına dək Bakı-Tbilisi-Bakı marşrutu üzrə 25 minə yaxın bilet satılıb, 14 minə yaxın sərnişin daşınıb. Səfərlərin təxminən 40%-i bölgələrin payına düşüb.